Fatihə surəsi 5-ci ayə. İyyəkə na'budu və iyyəkə nəstə'in. İlahi, yalnız sənə ibadət edir və yalnız səndən imdad diləyirik. Ayənin təfsiri. İnsan Allahın huzurunda. Bu ayədən etibarən bəndənin Allahdan istəkləri başlayır. Burada surənin ahəngi dəyişir. Əvvəlki ayələr Allaha həmd sənanı, ona və qiyamət gününə inanma etibar edirdi. Bu ayədən başlayaraq, bəndə bu möhkəm əqidə və əsas, Allaha olan mərifəti ilə özünü onun qarşısında hiss edir, onun müxatab qərar verir. Əvvəlcə özünün onun qarşısındakı bəndəçiliyinə toxunur. Sonra isə onun yardımlarını, ona olan ehtiyaclarını dilə gətirərək deyir ki, yalnız sənə ibadət edir, yalnız səndən imdad diləyirik. Başqa sözlə desək, əvvəlki ayələrin mənası insanın ruhuna hopub, vücudunun dərinlikləri Allahın nuruna boyandıqda, onun ümumi və xüsusi rəhmətinin mənasını və qiyamət gününün mütləq malik olduğunu anladıqda etiqad baxımından kamil bir insana çevrilir. Bu kamil etiqadın ilk nəticəsi bu olur ki, bir tərəfdən insan Allahın layiqli, xalis bəndəsi olub, bütlərin, tağutların və nəfsani istəklərin əsarətindən qurtarır, digər tərəfdən isə Allah dərgahından yardım diləyir. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.